Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Yeni super təmirli mənzildən hamınızı salamlayıram. Bu günləri 28 may metrosunun qarşısında ərazinin ən keyfiyyətli super binalarından birindəyik. Burada sizlərə qanuni 3 otaq, yeni təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil sizlərə çəkib təqdim edəcəm. Mənzilimizin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda üzbəyüzdə belə bir güzgülü restorandan istifadə olunub. Burada belə bir qardırop, dolab yığılıb. Qanuni 3 otaq 120 kvadrat müsahidən ibarətdir. Bu hissə mənzilin dəhliz hissəsidir. Gördüyünüz kimi kifayət qədər geniş dəhliz hissə mövcuddur. Dəhliz, sanitar qovşaqları və mətbəxin döşəməsi qranit mərmər və isti döşəmədən ibarətdir. Mənzildə otaqlarda aboydan istifadə olunmayıb, hamısı teksturalı, sədəf, məxməri boyalardan istifadə olunub. Burada mənzilin qonaq otağı yerləşir. Kiçik yataq otağımız, bu hissədə mənzilin mətbəx, böyük yataq otağı daxilində sanitar qovşaq, qardırop hissə. Burada daha bir əlavə olaraq qardırop otaqdır. Burada isə mənzilin ümumi sanitar qovşağı yerləşməkdədir. Başlayaq birinci mənzilin qonaq otağı hissəsindən. Gördüyünüz kimi belə bir kvadrat ölçüyə malik, kifayət qədər geniş olan bir qonaq otağını görürsünüz. Bütün aksesuarlar, pərdə, lüstr, spot işıqlar, kondisionerlər, bütün otaqlarda kondisioner mövcuddur. Burada TV stendi yığılıb. Gördüyünüz kimi buradan eyvana keçmək də mümkündür. Mənzilin qarşısı açıqdır. Bütün şəhərə panorama mövcuddur. Gördüyünüz kimi 3 otaq 120 kvadrat müsahidən ibarətdir. 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Mansard deyil, lift mərtəbəyə qədər qalxır. Düz 28 may metrosunun ikinci çıxışının qarşısında 28 Park Rezidence'də yerləşir mənzilimiz. Bu hissədə mənzilin mətbəx hissəsini görürsünüz. Kifayət qədər genişdir, olduqca əla təmirli bir mətbəximizi görürsünüz. Mətbəx mebeli də quraşdırılmış şəkildədir. Müasir dəbə uyğun olaraq mətbəx mebeli seçilib. Kondisioner burada da quraşdırılıb. Soyuducu, sobalar, qaz filtrəmiz, burada aspirator, moydadır quraşdırılıb. Sinəlik süni mərmərdən yığılıb gördüyünüz kimi. Buradan eyvana çıxışımız da mümkündür. Orada kombi aparatı quraşdırılıb. Qaz sayğacımız və kondisionerlərin aparatı burada yerləşdirilib. Orada isə kollektor sistemi yığılmış vəziyyətdədir. Buranın da döşəməsi qranit isti döşəmədən ibarətdir. Buradan daxil olaq mənzilin böyük yataq otağını sizlərə göstərim. Mənzilin böyük yataq otağı, valideyn yataq otağı burada yerləşir. Gördüyünüz kimi bu formadadır. Kifayət qədər genişdir. Rahatlıqla yataq otağı mebelləriniz bura yerləşər. Burada isə buranın daxilində əlavə olaraq bir sanitar qovşağı yerləşir. Bu da lazım olan bütün aksesuarlarla təmin olunmuş şəkildədir. Yataq otağında görürsünüz, normal ölçüdədir, kifayət qədər genişdir, qarşısı açıqdır, gün düşən mənzildir. Mən sizə mənzilin panoramasını da göstərim. Gördüyünüz kimi mənzilin qarşısı açıqdır, şəhərə doğru panorama mövcuddur. Orada Xəzər dənizi də görsənir. Buradan daxil olaq, mən sizi 3-cü otaq olan 2-ci yataq otağını da göstərim. Orayla da tanış olaq. Gördüyünüz kimi burada isə mənzilin 2-ci yataq otağı, ümumilikdə isə mənzilin 3-cü otağı yerləşir. Burada da belə bir dekordan istifadə olunub. Teksturalı gördüyünüz belə bir travertin və məxməri qumlu boyalardan istifadə olunub. Burada da kondisioner quraşdırılıb. Belə bir make-up masası yerləşdirilib. Lüstr, spot işıqlar, gizli işıq və buralarımız da yerləşdirilmiş şəkildədir. Həmçinin mənzildə olan elektrik açarları, rozetkalar da Panasonic firmasına məxsus keyfiyyətli növ elektrik açarlardır. Burada isə mənzilin sanitar qovşağı yerləşir. Gördüyünüz kimi ümumi sanitar qovşağıdır. Burada lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildə.
şəklidir. Son olaraqsa burada mənzilin qardırob otağı və yaxud da çamaşır otağı yerləşir. Burada paltaryanın yeri nəzərə alınıb. Mənzil haqqında ümumi məlumat verib, mənzilimiz yerləşir 28 may metrosunun ikinci çıxışının düz qarşısında 28 may 28 Park Residence binasında yerləşir. 16 mərtəbəli binanın 16-cı mərtəbəsidir. Qanuni 3 otaq 120 kvadrat ümumi sahədən ibarətdir. Lift mərtəbəyə qədər qalxır, mansard deyil. Mənzilin şəhərə gözəl panoraması mövcuddur. Yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb mənzildə. Mənzilin qiyməti 469.000 manat start qiymət təyin olunub. Mənzilə baxdıqdan sonra endirim olunacaqdır təbii ki. Mənzil açarları bizdədir. Mənzilə gün ərzində baxmaq mümkündür. Əlavə olaraq onu da bildirim ki, məbləğdə əgər çatışmayan bir məbləğ qalarsa, hardasa bir 100.000 ətrafında, onu 18 aylıq kreditə, faizsiz kreditə salmaq da mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.